Azərbaycanlı veqan feminist aktivist xanım Babazadə bir aydan çoxdur ki, İstanbulda saxlanılır. İstanbul Universitetinin magistratura pilləsində təhsil alan xanım Babazadə tələbə yoldaşları ilə birgə universitetin yeməkxana qiymətlərinin 50% artmasına etiraz etmişdi. O, əsasən heyvan haqları aktivizmi ilə məşğul olsa da, feminist və LGBTQ+ mövzulu aksiyalarda da iştirak edirdi. Vəkilləri fəalın xarici terrorçulara şamil edilən C89 inzibati məsuliyyət kodu üzrə saxlanıldığını deyir. Xanım Babazadənin qollarına qandal vurma, çılpaq formada müayinədən keçirilmə, veqan yeməklə təmin etməyərək 24 saat ac qalmasına yol açma kimi pis rəftarlara məruz qaldığı bildirilir. Hazırda sosial şəbəkələrdə Nanaya özgürlük hashtagı ilə onun azadlığa buraxılması üçün kampaniya davam edir. Tələbələr kampaniyanı və aksiyaları təşkilatlanmış formada idarə etmək üçün Nanaya Özgürlük İnisiativi adlı platforma yaradıblar. Onlar günlərdir ki, Türkiyənin müxtəlif şəhərlərində etiraz aksiyası keçirərək xanımın sərbəst buraxılmasını tələb edirlər. Millət vəkilləri və müstəqil medialar xanımın məruz qaldığı haqq qəsbini geniş formada ictimailəşdirirlər.